Şagirdlərdən biri Yahudanı, hansı ki onu 30 gümüş pula satdı. Onun da qarşısında bir seçim var idi. Ya o İsa'nı seçməli idi, ya da 30 gümüş pulu. Bu günləri bir çoxları kimi o pulu seçdi. Bilirsiniz necə? Bu günləri baxaq görək. Biz burada olanlardan savay kimlər ki yoxdular, onlar nəyə seçim edirlər? Nəyə seçim eləyiblər? Mən doğrudan da xəstə olanlardan danışmıram. Hansını ki doğrudan problemi olanlardan danışmıram. Amma hansı ki evində oturub və seçim qarşısında duranda deyir ki, yox, bu günləri toplantıya getməyəcəm. Gedim öz işimin dalıca 5-3 manat pul qazanım. Sözüm onlaradır. Bu günləri biz kimi seçirik? Bax, həmin o Yahuda da 30 gümüş pulu seçdi İsa'dan savayı. Onun da Barabbası onun pulgirliyi idi. Necə ki Pilatın Barabbası adı, sanı, hörməti idi. Necə ki Hirodun mənliyi, mən cəmaatın qabağında söz demişəm, axı bunu eləməliyəm. Bu günləri baxaq görə bizim Barabbalarımız kimdir?